Bismillahirrahmanirrahim. Hörmətli möminlər, qarşıdan gələn Şaban ayı hamınızda mübarək olsun. Allah bu ayın feyz və bərəkətindən bizləri binəsib eləməsin inşallah. Şaban ayının ilk gecəsində Peyğəmbər sallallahu aleyhi və alihi və səlləmdən iki önəmli namaz tövsiyə olunur. Birinci namaz, Peyğəmbər sallallahu aleyhi və alihi və səlləm buyurur, kim Şaban ayının ilk gecəsində 12 rükət namaz qılarsa, hər rükətdə Fatihə surəsindən sonra Qul huvallahu əhəd, yəni İxlas surəsi 15 dəfə oxunarsa, Allah Taala ona 12.000 şəhidin savabını verər, onun üçün 12 ilin ibadətini yazar, günahlardan anadan olduğu gün kimi pak edər və Allah Qurandakı hər bir ayəyə görə cənnətdə ona bir qəsr, bir saray bəxş edər. Bu namaz təbii ki 12 rükətdən ibarətdir. 6 sübh namazı kimi icra olunur və niyyəti də Şaban ayının ilk gecəsinin namazını qıdıran qurbətən ilallah. İkinci namaz barədə Peyğəmbər sallallahu aleyhi və alihi və səlləm buyurur, kim Şaban ayının ilk gecəsində 2 rükət namaz qılarsa, hər rükətdə Fatihə surəsini bir dəfə və Qul huvallahu əhəd surəsi 30 dəfə okunarsa, namaz tamamlanandan sonra, namazın salamı veriləndən sonra bu zikir deyilir. Allahümmə hâzâ ahdi indəkə ilə yevmil qiyamə. Allahümmə hâzâ ahdi indəkə ilə yevmil qiyamə. Asan, qısa bir zikirdir. Tərcüməsi belədir. İlahi, bu qiyamət gününə qədər sənin yanında olan bir əhdimdir. Kim bu namazı bu cür icra etsə, Peyğəmbər deyir, o şəxs iblisdən və onun qoşunlarından qorunar və Allah ona siddiqlərin savabını verər.